Sakit yaz səhərində cırtdan və canavar çayın kənarı ilə meşədə addımlayırdılar. Birdən onlar hündür otların arasından ağlamaq səsi eşitdilər. Bu tək başına oturub ağlayan bir ördək balası idi. Kiçik ördək qorxu içində ətrafa baxır, ailəsini axtarırdı. Böyük meşə onun üçün birdən-birə çox nəhəng və qorxulu görünməyə başlamışdı. Cırtdan və canavar balaca ördəyə kömək etmək üçün onun anasını birlikdə axtarmağa başladılar. Cırtdan bala ördəyi qucağına aldı və onlar çayın kənarı ilə yoluna davam etdilər. Günəş suyun üzərində parıldayır, yaz küləyi isə çiçəkləri yellədirdi. Palçığın üstündə ayaq izləri görünürdü. İzlər otların arasından keçərək çayın digər tərəfinə doğru uzanırdı. Canavar çayın dayaz hissəsindən keçərkən birdən qurbağalar hər tərəfə sıçramağa başladı. Su damcıları havaya qalxır, meşə isə səs-küy ilə dolurdu. Canavar iri addımları ilə dostlarını ehtiyatla daşıyaraq onları təhlükəsiz şəkildə qarşı sahilə keçirdi. Birdən göy üzü qaraldı və güclü yaz küləyi ağacları silkələməyə başladı. Yağış sərt yağır, balaca ördək qorxudan titrəyirdi. Canavar iri yarpaqları və yumşaq tüklü qollarını istifadə edərək balaca dostlarına isti bir sığınacaq düzəltdi. Yağış yağmağa davam etsə də, canavarın qolları arasında balaca dostlar güvəndə idilər. Yağışlı gecənin ardından dostlar yollarına davam etdilər. Birdən balaca ördək tanış bir səs eşitdi. Sən demə, balaca ördəyin anası da balasını axtarırmış. Balaca ördək sevinc içində anasına tərəf qaçdı. Yaz yağışı yavaş-yavaş dayanır, meşə yenidən işıqlanmağa başlayırdı. Bir müddət sonra ördək ailəsi dostların arxasınca şən şəkildə gəzməyə başladı. Balaca ördəklər hoppanaraq analarını izləyir, hər tərəfdə şənlik hiss olunurdu. Gün batarkən ördək ailəsi sakit çay boyunca üzərək uzaqlaşdı. Meşə isə bir daha dostluğun və xeyirxahlığın istiliyi ilə doldu. Cırtdan ve canavar ile yeni maceralarda görüşene dek.